Zaman maşını işə düşərkən ildırım səsindən diksinən Əlövsət dayı gözlərini açıb özünü orta əsrlər dövrünün Alman monastırlarından birində tapır. Ətrafa göz gəzdirəndə heyrətlə şahid olur ki, rahiblər cənnətdən torpaq satırlar. Dayı 2 sot torpaq almaq istəyir, amma görür ki, hər şey od qiymətindədir. Cənnətə pulu çatmayan Əlövsət dayı axırda bütün cəhənnəmi alır. Yalnız cəhənnəm nə idi? Oxuduqca maariflənən Martin Əlövsət artıq ətrafındakıları da maarifləndirməyi özünə borc bilir. Bunun üçün gecəsini gündüzünə qatıb 95 tezisdən ibarət bir məqalə yazır. Bu tezislərdə açıq-aydın deyilir: həqiqət pulla satılmaz. Allahla insan arasında vasitəçi olmaz. Düşünmək özü də bir ibadətdir. Əlövsət dayının bu tezisləri əhali arasında sürətlə yayılır. Sizsə videoya yüngülvari bir like atın. İşləri daha da böyüdən Martin Əlövsət müqəddəs İncilin Alman dilinə tərcümə olunmasına nail olur və bununla da kilsənin ciddi qəzəbinə tuş gəlir. Hiddətindən cin atına minən Papa onu kafir elan edir və edamı üçün Worms şəhərində məhkəmə qurulur. Məhkəmə günü Əlövsət dayı hamının gözlərinin içinə baxaraq deyir: məsələ ad deyil, məsələ cəsarətdir, düşünmək günah deyil. Məhkəmədən sağ-salamat qurtaran reformist Əlövsət dayı bu dünyadakı ən böyük günahın oxumamaq olduğunu dərk etməyə başlayır ki, elə bu anda zaman maşını yenidən işə düşür. Əziz izləyici, bəs siz Əlövsət dayının növbəti dəfə hansı dövrdə görmək istərdiniz? Fikrinizi şərhlərdə yazın.